Bugün yerli mediada Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun rəisi Polkovnik Füzuli Musayevin hakimləri və rəqib komandanın üzvlərini ağır söyüşlərlə təhqir etməsi haqda məlumat yayılıb. Məlumata görə, hadisə ötən gün kişi voleybolu üzrə Azərbaycan Yüksək Liqasının 7-ci turu çərçivəsində keçirilən ordu xilasedici oyunu vaxtı baş verib. Türkistan.az məlumat verir ki, hadisə şahidlərinin Oxu24.com-a bildirdiyinə görə Füzuli Musayev ünvansız şəkildə var-yox tipli söyüşlər işlədib. Bu səbəbdən oyunun supervayzeri Zöhrab Gözəlbəyli ikinci setin sonlarında matçı dayandırmağa məcbur olub. Azərbaycan Voleybol Federasiyasının İntizam Komissiyası isə insidentlə bağlı xilasedici komandasına texniki məğlubiyyət verilməsi haqda qərar qəbul edib. Yayılan xəbərlərə münasibət bildirən Füzuli Musayev Müsavat.com-a açıqlamasında heç kimə söyüş söymədiyini bildirib. Füzuli Musayev kimdir? Füzuli İsaoğlu Musayev 1 fevral 1962-ci ildə Gəncə şəhərində anadan olub. 1979-cu ildə orta məktəbi bitirib, 1980-1982-ci illərdə Rusiyanın Arxangelsk vilayətinin Mirny şəhərində hərbi xidmət keçib. Əskərlik dövründə idmana marağı artan Füzuli Musayev məhz bu illərdə idmanda ilk addımlarını atıb. 1983-1986-cı illərdə Bakıda Lenin adına maşınqayırma zavodunda çalışıb və paralel olaraq karate ilə məşğul olub. 1986-cı ildən polis orqanlarında xidmətə başlayıb. 1989-cu ildə Azərbaycan Texnologiya Universitetində qiyabi təhsil alıb. 1992-1997-ci illərdə isə Polis Akademiyasında təhsilini davam etdirib. Füzuli Musayev idman sahəsində yüksək nailiyyətlər əldə edib. O, dəfələrlə Azərbaycan çempionu olub, 1990 və 1991-ci illərdə SSR çempionatlarında medal qazanıb. SSR idman ustası adına layiq görülüb. 1990-cı illərdə Avropa və dünya çempionatlarında çıxış edərək bir sıra qızıl, gümüş və bürünc medallar qazanıb. O, 2 qat dünya çempionu olub və yüksək texnikalı döyüşçü kimi fəxri kubokla təltif olunub. Füzuli Musayev taekvondo üzrə 6-cı, karate üzrə isə 8-ci dan qara kəmər sahibidir. O, Avropa və Dünya Taekvondo Federasiyalarında rəhbər vəzifələrdə çalışıb, Azərbaycan Taekvondo Federasiyasının 1-ci vitse-prezidenti olub. İdmanın inkişafındakı xidmətlərinə görə əməkdar bədən tərbiyəsi və idman xadimi fəxri adına, prezidentin fəxri diplomuna və tərəqqi medalına layiq görülüb. Azərbaycanda ilk Budokan Şərq Döyüş Növləri Mərkəzinin yaradıcısıdır. 2007-ci ildən etibarən Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi polkovnik vəzifəsində çalışır. Füzuli Musayev ailəlidir, 2 evladı var. O, həmçinin müğənni Ayan Babakişiyeva ilə münasibəti olduğunu təsdiqləyib və bu münasibətdən Selena adlı qız evladının dünyaya gəldiyini bildirib. Musayev həmin münasibəti həyatının ən böyük səhvi adlandırıb.